Salam, değerli nəşrlərinin 18 may tarixində keçirmiş olduğu sınaq 8-dən 8-ci siniflərin ingilis dili suallarına baxaq, onların doğru cavabları ilə tanış olaq. 51-ci sualda doğru variant olacaqdır B variantı, 52-də C variantı, 53-də deməli A variantı olacaq, 54-də D variantı. Dinlənmə məndə olmadığı üçün 55-in cavabı hazırda yoxdur. Siz şərh bölməsinə yaza bilərsiniz. Mən də birazdan qeyd edəcəm. 56-da doğru cavab olacaqdır. Deməli C variantı. 57-də doğru cavab A variantı. She saw that people needed clean water. 58-də D variantı. 59-da yenə D variantı. 60'da bizdən definition istəyir. To make someone feel that they want to do something and can do. Bu da paragraf 3'dən to inspire sözüdür. Bir saniyə. To inspire. 61'də doğru cavab A variantı. 62'də B variantı. 63'də D variantı, 64'də C, 65'də Z olacaq bu formada. 66'da B variantı, 67'də B variantı, 68'də mürəkkəb tamamlıq mövzusudur bu. Made'dən sonra to'suz fe'l gəlir. Birinci qrup fe'l olduğu üçün wash olur. 69'da deməli 69'da encourage üçüncü qrup fe'ldir. To'lu fe'l gəlir, yəni D variantı. 70'də B variantı olacaq, çünki letdən sonra to'suz gəlir fe'l. 71'də C variantı, askdan sonra to let, to'lu gəlir. Letdən sonra to'suz olduğu üçün pəs olur, yəni C variantı. 72'də doğru variant olacaqdır D variantı, çünki sözünü var və bilirik ki, sözünü plus gerund olur, yəni ing-li. 73'də mind plus olurdu, ing-li fe'l, yəni A variantı olur. 74'də isə doğru variant olacaqdır C variantı, wait və stand olur. 75'də isə doğru cavab olur C variantı. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Kanala abunə olmağı yaddan çıxarmayın, özünüzə yaxşı baxın.